Ağa, axı niyə xəlifəlik məqamını tələb eləmirsiniz? Xilafəti sizlərdən məqamca aşağı olan insanlara təhvil vermisiniz ki, cəmaat da ona inansın? İmamət haqqında danışmışam. Amma heç vaxt xəlifəlik haqda söhbət açmamışam. Bu məqam dünya və siyasət əhlinə aiddir. Onları nəzərdə tutmamışam. Bəzi insanlar imamətlə xəlifəliyi seçə bilmirlər. Belə ki, onlarda xəlifə imamdır, imam da xəlifədir. Onlar qoyun sürüsünə bənzərlər. Elə ki, qoyun sürüdən uzaqlaşdı, bu anda canavar fürsətdən istifadə edərək ona hücum edib parçalayır. Sizin üçün də sir deyil ki, bu məzlum insanların boynu cəlladın qılıncının altındadır. Həmçinin də ac insanlar hara getdiklərindən, nə etdiklərindən, hansı çeşmədən su içdiklərindən tamamilə xəbərsizdilər. Allaha and olsun ey Cofi. Allah tərəfindən bu ümmətin imamı olmazsa onda ədalət heç vaxt bərpa olmaz. Əksinə hər tərəfi zəlalət bürüyər. Bunu da bil ki, bu zalım rəhbərlər Allahın dinindən uzaqdırlar. Onların əməlləri közə bənzər, qasırğalı gündə külək onu aradan aparar. Ondan heç faydalana bilməzlər.